Qurd və parazitləri bədəndən kisələri ilə birlikdə tökməyin ev şəraitində dərmansız yolunu izah edirəm. Videonu maksimum qısa tutacağım. Ona görə zəhmət olmasa ürəyin üzərinə basın, videonu bəyənin. Ürək qırmızı rəng olsun. Plus siz öz problemlərinizi yazın. Bütün növ qurdlara aiddir bu. Bütün yaşlara aiddir. Hamı rahat istifadə edə biləcəyi bir şeydir. Plus videonu qurd problemi olan adamlara göndərin və nəzərinizdə olsun ki, bu müalicəni ailə hamı birlikdə eləsə daha yaxşı olar. Deməli 200 qram süd, qaynadılmış isti süd, 100 qram kök sıxırsız, o sok çəkəndən 100 qram yer kökünün sokunu qarışdırırsınız, ona 3 dişdə sarımsağı qəşəng tyorkadan keçirirsiniz, əzirsiniz, başımda ona qarışdırırsınız, tökürsünüz içinə və çalxalayırsınız onu, qəşəng qarışdırırsınız. Ondan sonra gündə 3 dəfə, bu bir adamın payokudur, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 100 qram, çünki orada 300 qram gəlir çıxır və 100 qram onu içirsiniz və salam, bir həftə. Uşaq böyük fərqi yoxdur, hamı bunu eləyir. Ondan sonra bağırsaqlarında olan nə qədər parazit var, nə qədər qurd var, hamısı tökülüb gələcək. Mənə də dua eləyərsiniz. Növbəti videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun.